Hörmətli müəllimlər, əziz abituriyentlər, bizi salamlayıram. Bugün isə Birinci Dünya müharibəsindən sonra Türkiyə dərsini izah edəcəm. Ümid edirəm hər kəs üçün yaxşı dərs olar, öyrədici dərs olar. Demək, Birinci Dünya müharibəsinin nəticəsində Osmanlı dövləti haqqında danışacaq. Birinci Dünya müharibəsinin Osmanlı dövləti üçün nəticələri nədən ibarət olub? 1918-ci ilin oktyabr ayının 30-da Osmanlı dövləti Mudros limanında sülh müqaviləsi bağlayaraq Birinci Dünya müharibəsindən çıxmışdır. Mudros sülhünün şərtləri nədən ibarətdir? Onlara baxaq. Birincisi, demək, Osmanlı dövləti Antanta qüvvələri qarşısında təslim olaraq Birinci Dünya müharibəsinə çıxmış. 2. Yalnız dövlətin indiki əraziləri, yəni indiki Türkiyə dövlətinin ərazisi, sultan hakimiyyəti altında qalmışdır. Osmanlı dövlətinin ərazisi Antanta qüvvələri tərəfindən işğal edilmişdir. Bir daha təkrarlayıram, 1918-ci ilin oktyabr ayının 30-da Mudrosda bağlanan sülh müqaviləsinin şərtlərinə görə birincisi, Antanta dövlətlərinə Osmanlı imperiyası təslim olmuş və Birinci Dünya müharibəsindən çıxmışdır. Yalnız indiki Türkiyə dövlətinin ərazisi sultan hakimiyyəti altında qalmışdır və Osmanlı dövləti Antanta dövlətləri tərəfindən işğal edilməyə başlanmışdır. Bəs yaxşı, Birinci Dünya müharibəsinin Osmanlı üçün nəticələri nədən ibarət olmuşdur? Nəticələrinə görə Osmanlı imperiyası dağılmış və iqtisadiyyatı ağır vəziyyətə düşmüşdür. Bunu qeyd edəcəm. Osmanlı dövlətini idarə edən gənc türklərin partiyası buraxılmış və liderləri xaricə qaçmışdır. Bəs yaxşı, Osmanlı dövlətinin ərazisi hansı dövlətlər tərəfindən işğal edilmişdir? Burada Fransa səhvdir, burada Yunan olmalıdır. Onu düzəldim, izah edeyim. Demək, Osmanlı imperiyası parçalanandan sonra hansı dövlətlər hansı ərazilərə sahib olacaqdılar, yəni işğal etməyə başlamışdılar? İngilis qoşunları Mosul və İskəndərunu işğal etmişdi. İtaliya qoşunları Antalyanı işğal etmişdi. Yunan qoşunları isə İzmiri işğal etmək icazəsi almışdı. Bir daha qeyd edirəm, Antanta dövlətləri Birinci Dünya müharibəsinin nəticələrindən sonra hansı əraziləri işğal etməyə başlamışdı? İngilislər Mosul və İskəndərunu, İtaliya qoşunları Antalya və onun ətraf ərazilərini, Yunan qoşunları isə İzmiri işğal etmişdi. 1919-cu ilin may ayında Yunanlar İzmir şəhərinə qoşun çıxarıb. Bu proses Mustafa Kemalı əməli tədbirlər atmağa sövq edib. O hətta Anadoluya gələrək xarici müdaxiləçilərə və sultan hakimiyyətinə qarşı aparılan müharibənin liderinə çevrilib. Mustafa Kemal Milli İstiqlaliyyət mübarizəsində ilk işi hüquqların müdafiəsi cəmiyyətini yaratmışdı. Bəs yaxşı, Sivas Konqresi nə vaxt keçirilmişdi? Sivas Konqresinin keçirilməsindən məqsədlər nədən ibarət idi? Sivas Konqresi 1919-cu ilin sentyabrında çağırılmışdı. Sual, Sivasda Milli Konqresin çağırılmasının, qərara alınmasından məqsəd nədən ibarətdir? Çünki Mustafa Kemal Paşa Sivas Milli Konqresinin çağırılmasında məqsəd bundan ibarətdir. Yəni, onu buna görə çağırmaq istəyir ki, bu konqresi Milli İstiqlaliyyət mübarizəsini vahid mərkəzdən idarə etsin. Bir daha qeyd edirəm, Sivasda Milli Konqresinin çağırılmasından məqsəd bundan ibarətdir ki, Milli İstiqlaliyyət mübarizəsi bir mərkəzdən idarə olunsun. Bəs yaxşı, Sivas Milli Konqresində hansı qərarlar alınıbdır? Birincisi, ölkənin milli müstəqilliyinin qorunması, ərazi bütövlüyünün qorunması uğrunda silahlı mübarizə, qeyd edirəm, silahlı mübarizə aparılmasıdır. İkincisi, müvəqqəti hakimiyyət rolu oynayan Mustafa Kemal Paşa başda olmaqla nümayəndələr
Nümayəndələr Komitəsi seçilmişdir. Bəs yaxşı, Türkiyə Böyük Millət Məclisi nədir? Türkiyə Böyük Millət Məclisi nə vaxt çağırılıb? Hansı funksiyalar yerinə yetirildi? Buna bir-bir baxaq. 1920-ci ilin aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisi Ankara şəhərinə çağırılıb. Buna xüsusi diqqət edin, çünki bunu fərqli şəhər verə bilir testlərdə. Buna diqqət edin. 1920-ci ilin aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisi çağırılıb. Türkiyə Böyük Millət Məclisinin ilk sədri Mustafa Kemal Paşa seçilib. Türkiyə Böyük Millət Məclisi özünü ölkədə yeganə qanuni hökumət elan edib və ölkədə azadlıq üçün ayağa qalxmış sosial qrupları təmsil edirdi. Sevr müqaviləsi 1920-ci ilin avqustunda bağlanmış və Versal sisteminin ən sonuncu müqaviləsidir. Keçən dərsimizdə də mən qeyd etmişdim. Versal-Vaşinqton sistemini izah edəndə Osmanlı dövləti ilə müqavilənin gec bağlanmasının səbəbi biraz İngiltərə və Fransa arasında ziddiyyətlərin olması idi. 1920-ci ilin avqustunda Sevrdə müqavilə bağlanmışdır. Sevr müqaviləsinin şərtlərinə görə birinci, İngiltərə, Fransa, İtalya və Yunanistan. Demək, Sevr müqaviləsinin şərtlərinə görə İngiltərə, Fransa, İtalya və Yunanistan Osmanlı dövlətinin ərazisini bölüşdürürdü. 2. İndiki Türkiyənin şimal-şərqində qondarma erməni dövləti, cənub-şərqində isə İngiltərənin himayəçiliyi altında Kürd dövlətinin yaradılması nəzərdə tutulmuşdur. Üçüncü şərtdə qeyd edilməyə ehtiyac yoxdur, çünki üçüncü şərtdə Osmanlı dövləti faktiki olaraq öz müstəqil dövlət kimi varlığını itirirdi. Bir daha qeyd edirəm, 1920-ci ilin avqustunda bağlanmış Sevr müqaviləsinin şərtlərinə görə İngiltərə, Fransa, İtalya, Yunanistan demək, Osmanlı dövlətinin ərazilərini bölüşdürməli idi. Ölkənin şimal-şərqində qondarma erməni dövləti, cənub-şərqində isə Kürd dövləti İngiltərənin himayəçiliyi altında Kürd dövləti yaradılmalı idi. Bəs yaxşı, İstiqlal mübarizəsində bir də özür istəyirəm, burada Gümrü döyüşü, Gümrü müqaviləsi olmalıdır. Bunu qeyd edin. Bəs yaxşı, İstiqlal mübarizəsində Türk ordusu ilk qələbəsini harda almışdır? Türk ordusu ilk qələbəsini ermənilər üzərində, yəni Şərq cəbhəsində almışdır. Demək, 1920-ci ilin dekabrında Gümrü müqaviləsi bağlanmış, yəni dekabrında ermənilər təslim olmuş, Gümrü müqaviləsi imzalanmışdı. Gümrü müqaviləsinin şərtlərinə görə ermənilər Anadoluya olan iddialarından bir dəfəlik əl çəkmişdilər. Bir daha qeyd edirəm, Gümrü müqaviləsinin şərtlərinə görə ermənilər Anadoluya olan iddialarından bir dəfəlik əl çəkmişdilər. Sevr müqaviləsinin imzalanmasından sonra Türkiyə Böyük Millət Məclisi hansı addımlar atmışdı? Sevr müqaviləsini qəbul etməyibdi, Sultan hökumətini vətən xaini elan etmiş və Antantaya qarşı mübarizə aparan Sovet Rusiyası ilə yaxınlaşmışdı. 1921-ci ilin yayında Yunanlar mərkəz Türkiyə Böyük Millət Məclisinin yerləşdiyi Ankaraya yaxınlaşıb. Demək, 1921-ci ildə Sakarya yaxınlığında baş vermiş döyüşdə Türklər Yunanları məğlub etmiş. Burada xüsusi rəşadət göstərdiyinə görə Mustafa Kemal Paşa qazi rütbəsi verilmiş və marşal qazi adı verilmiş və marşal rütbəsinə qədər yüksəldilmişdi. 1923-cü ilin iyulunda Lozannada sülh müqaviləsi bağlamışdı. Lozanna sülh müqaviləsinin şərtləri nədən ibarətdir? Onu fərqləndirim. Lozanna sülh müqaviləsinin, buraya yazıram, Lozanna sülh müqaviləsinin şərtləri nədən ibarətdir? Birincisi, Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü tanınmış və iqtisadi sahədə bağlanan, qısaca yazıram, izah edəcəm.
iqtisadi sahədə əcnəbilərə imtiyazlar verən kapitulyasiyalar aradan qaldırılmışdır. Mən bir şərtini də deyəcəm Lozanna sülhünün. İstəsəz qeyd edə bilərsiniz. Bu keçmiş nəşrlərdə, keçmiş dərsliklərimizdə var idi. Sevr və Mudros müqavilələri Lozanna sülhündə ləğv edilmişdir. Bəs yaxşı, Mustafa Kemal Paşanın apardığı islahatlar nələrdən ibarətdir? Mustafa Kemal Paşa hansı islahatları aparmışdı? Yəni belə desək, Türkiyə həminki dövrdə iqtisadiyyatdan zəif inkişaf eləmişdi və aqrar ölkə idi. Mustafa Kemal Paşa bu vəziyyəti aradan qaldırmaq üçün ölkədə bir sıra tədbirlər həyata keçirib. Siyasi tədbirləri nədən ibarətdir? 1. 1922-ci ilin noyabr ayının 1-də Türkiyə Böyük Millət Məclisi Sultan hakimiyyətini ləğv etmişdir və bunun da nəticəsində 1302-ci ildə əsası qoyulan Osmanlı dövləti bir dəfəlik süqut etmişdir. 2. 1923-cü ilin oktyabr ayının 29-unda Türkiyə Respublika elan edilmişdir. Türkiyə Respublika elan edilmiştir. 3. 1924-cü ildə xilafət ləğv edilmişdir. Şəriət və Vəqflər Nazirlikləri ləğv olunmuş, mədrəsələr bağlanmış və ruhanilərin bütün var dövləti əllərindən almışdır. Bu, Mustafa Kemal Paşanın siyasi sahədə apardığı islahatlardır. Bəs hüquqi sahədə apardığı islahatlar hansılardır? Bunlara diqqət edin. Hüquqi sahədə apardığı islahatlar, baxaq. 1924-cü ildə Türkiyənin ilk konstitusiyası olan anayasa qəbul olunmuşdur və bu anayasaya görə qadınlar bərabərlik işarəsi qoyuram. Qadınlarla kişilərə bərabər hüquqlar verilmişdir. Şəriət məhkəməsi Osmanlı dövründən qalma dini məhkəmələr olan Şəriət məhkəməsi ləğv edilmişdir. Buna diqqət elə, Şəriət məhkəməsi ləğv edilmişdir və Avropa nümunəsində mülki və cinayət məcəllələri qəbul olunmuşdur. Bu, Mustafa Kemal Paşanın hüquq sahəsində apardığı islahatlardır. Bəs yaxşı, iqtisadi sahədə hansı islahatlar aparmışdır? Buna diqqət edək. İqtisadi sahədə biraz öncə Lozanna sülhündə, Lozanna konvensiyasına qeyd etdiyim kimi əcnəbilərə iqtisadi sahədə imtiyazlar verən kapitulyasiyalar ləğv olunmuşdur. İqtisadi sahədə əsas məqsəd nədir? Əsas məqsəd, bunu qeyd edirəm. Siz də diqqətlə yadda saxlayın. Demək, əsas məqsəd nədir? Sənayeləşmə, və özünü təmin edən iqtisadiyyat qurmaq idi. Osmanlı dövründə tikilən bütün sənaye müəssisələri və dəmir yolları xarici sahiblərindən alınaraq milliləşdirilib. Yəni, bunların hər biri, milliləşdirmə nədir? Hər biri dövlətin ixtiyarına keçib. Özəl sektora dəstək üçün xüsusi bank yaradılıb, yəni mərkəzi bank yaradılmışdır. Bundan əlavə, kəndlərin vəziyyətini yaxşılaşdırmaq üçün kəndlərdən alınan 1/10 vergisi olan aşar vergisini ləğv etmişdir və iqtisadi sahədə məşhur siyasəti olan etatizm siyasətini tətbiq etmişdir. Etatizm siyasəti nədir? Etatizm nədən bəhs olunur? Demək, etatizm siyasəti dövlət kapitalizminin bir formasıdır. Bu, dövləti sosial cəhətdən də, mədəni cəhətdən də, iqtisadi cəhətdən də dövlətin rolunu artırmaq mənasını daşıyırdı. Və xarici kapitalın, buna diqqət edin, xarici kapitalın etatizm siyasətindən
xarici kapitalın fəaliyyətini məhdudlaşdırmaq və milli burjuaziyanın, yəni yerli varlıların mövqeyini möhkəmləndirməyə yönəldilmişdir. Mədəni sahədə aparılan islahatlarda deyim, sizin üçün bu fərqlidir. Demək, mədəni sahədə aparılan islahatlara görə Avropa təqviminə keçiblər. Bunu qeyd edirəm qarşısına. Avropa təqviminə keçirilmiş. Ərəb əlifbası yerinə isə Latın əlifbası tətbiq edilmişdir. 1920-ci ilin oktyabrın sonlarında paytaxt İstanbuldan Ankara şəhərinə köçürülmüşdür. 1934-cü ildə soyad haqqında qanun qəbul edilmişdir və bundan sonra Mustafa Kemal Paşaya Atatürk ləqəbi verilmişdir. Bəs yaxşı, Mustafa Kemal Paşanın xarici siyasətdə atdığı addımlar nədir və xarici siyasətdə Mustafa Kemal Paşa hansı uğurları qazanmışdır? Buna 1930-cu illərin ortalarında Mustafa Kemalın, yəni Kemalın dəyişiklikləri deyirdilər. Mustafa Kemal Paşanın dəyişiklikləri deyirdilər. Bunlar nədə öz bəhrəsini verib? Bunlara diqqətlə baxaq. Demək, ölkə siyasi iqtisadi cəhətdən mövqeyi güclənibdir. Türkiyə qonşu dövlətlər arasında nüfuzu yüksəlişibdir. 1932-ci ildə Türkiyə Böyük Millət Məclisinə qəbul olunub. 2022-ci ilin qəbul sualında da, bunu qeyd edirəm, bilin. 2022-ci ilin qəbul sualında xəritə sualı idi bu sual. Xəritə sualı idi. Belə yazmışdı. 1932-ci ildə belə desək, Millətlər Cəmiyyətinə qəbul olunan dövlət hansıdır? Xəritə sualı idi. Orada Türkiyənin ərazisini seçmək lazımdır. Yəni asan qəbul olunan suallardan idi. Demək, 1936-cı ildə Qaradəniz boğazlarına aid, bura qeyd edirəm. Qaradəniz boğazlarına aid beynəlxalq Montre konfransı çağırılmışdır. Montre konfransı, Montre konvensiyası, belə desək, qəbul edilmiş konvensiyaya görə Türkiyə boğazlar məsələsində Türkiyə boğazlar məsələsində üstünlük qazanmışdır. Demək, mən sizə bir şey də deyəcəm xarici siyasətlə bağlı. Onu da qeyd edin. Köhnə dərsliklərdən olsa da hər ehtimala qarşı bunu qeyd edirəm. Sa'dat paktı. Hərbi paktı 1937-ci ildə demək Türkiyə, İran, İraq və Əfqanistan bağlanmışdı. Bunu istəsəniz dəftərinizə qeyd kimi yaza bilərsiniz. 1938-ci ildə Mustafa Kemal Atatürk vəfat etmiş və ondan sonra hakimiyyətə İsmət İnönü gəlmişdir. Əziz müəllimlər və şagirdlər, bugünkü dərsimiz bu qədərdir. Bundan sonra, yəni 2-ci Dünya müharibəsindən sonra Türkiyəndə növbəti dərslərimizdə izah edəcəm. Çox sağ olun, var olun, minnətdarım.